Allah bu dəqiqə dəli görmək üçün Meştağdakı o psixiatrik klinikaya getmək lazım deyil. İranda baş verən hadisələrə baxsa görsən ki, hamısı dəli. Böyle yaxşı atalar məsələ var. Əlisi dəli, vəlisi dəli, qırılmışların hamısı dəli. Trump'ı, nə bilim o Xameneisi, sonra nə bilim o Sepahı, J.D. Vance. Kim varsa orada hamısı belə gedib. Neyse. Azərbaycanın şəxsiyyətinə salam, hər vaxtınız xeyirli olsun və bir balaca videomuzun gecikməsinin bir səbəbi var idi. Mənə çox maraqlı idi ki, keçən buraxılışda mən demişdim ki, inanmıram ki, danışıqlar baş tutsun və daha çox hərbi əməliyyatların başlamasını gözləyirdim. Düzdür, hərbi əməliyyatlar hələ başlamayıb, amma danışıqlar da baş tutmadı. Səbəb, bir neçə dəfə bu barədə danışmışıq, amma yenə də deyə bilərik, tərəflər Amerika və İran keçmir də, bunların boğazından heç birinin sözü keçmir. Amerika deyir ki, bəs İran zənginləşdirilmiş nüvəni təhvil verməlidir. İran deyir ki, Amerika Hörmüz boğazının blokadasını yığışdırmalıdır. Bunun cavabında Amerika deyir ki, və ona görə də heç nə baş tutmur. İkinci bir tərəfdən isə bir məqamda diqqətimi cəlb elədi. Söhbət nədən gedir? Bir qayda olaraq İran tərəfdən danışıqlara gedənlər kimlərdir? Qalibov, İran parlamentinin sədri, Abbas Araqçı, İranın Xarici İşlər Naziri və birinci görüşdə eyni zamanda İranın Mərkəzi Bankının sədri də iştirak eləmişdi. Və artıq yavaş-yavaş belə bir təsirat yaranır ki, adı çəkilən bu şəxslər daha çox normal, sağlam düşüncəyə malik olan şəxslərdir. Onlar vəziyyətin nə yerdə olduğunu sanki real qiymətləndirə bilirlər və bu səbəbdən başa düşürlər ki, bu və ya digər formada Amerikanın təklif elədiyi hansısa şərtlərə getmək və bunun müqabilində İranın şərtlərini keçirtmək mütləqdir. Bu, praqmatik düşüncə tərzidir və normal düşüncə tərzidir. Çünki danışıqlar nədir? Sən sadəcə olaraq danışıqlara get, heç olmasa bir salam ver, yaxşı üzbəüz də oturmasın. O Pakistanlıların hesabına kağıza salam yaz, bunu apar ver Amerikalıya. O versin, o da göndərsin, hay, desin, how, thank you, çeşmağa və s. və ilaxır. Bu, belə-belə yavaş-yavaş danışıqlara gedin ki, nə var, nə yox. Amma ortalıqda bir dənə cırtqoz var. Onun da adı Sepahdır. Sepah ümumiyyətlə danışıqlara getməyin tərəfdarı deyil. Sepahın özünün istər İran parlamentində, istər dövlət strukturlarında, ümumiyyətlə istənilən strukturlarda çox dərindən kök atıb və sözü keçir. Başqa sözlə, bu dəqiqə İranda hakimiyyət Sepahın əlindədir və Pezeşkiyan, Araqçı, Qalibov kimi ölkə liderlərinin faktiki olaraq sözü keçmir. Hətta İranda Qalibovun verdiyi, İran parlamentinin sədri Qalibovun verdiyi intervyudan belə başa düşmək mümkün idi ki, açıq aydın tekst mətnindən o deyirdi ki, bəs istər İran parlamentinin tərkibində olan Sepah nümayəndələri, istərsə dövlət strukturlarında olan Sepah nümayəndələri bizim kimi, yəni Qalibov kimi adamlara qarşı İran dövlət televiziyasında və kütləvi informasiya vasitələrində bizə qarşı əməlli başlı kampaniyaya başlayıblar və istisna etmək olmaz ki, Pezeşkiyan, Qalibov, Araqçı və bu tip normal düşüncə sahibi olan şəxsləri təzyiq göstərib onları hakimiyyətdən uzaqlaşdırsınlar ki, artıq tamamilə İranda hər şey mollokratiyanın əlində olsun. Onlara yalnız və yalnız Sepah başlar lazımdır. Bir var idi molla baş, bir var idi fars baş. İndi yeni bir termin yaranır, Sepah baş. Sepah başlar da ki, bəlli məsələdir. Yalnız və yalnız nəyə düşürürlər? Sona qədər dava eləməliyik. Niyə? Ölkənin dağılmasını istəyirsə problem yoxdur. Elə də deyin və 2 dənə nüvə bombasını atsın ora və salam, iş bitsin. Problem həll olunsun və gözlədiyinizin heç birində baş tutmasın. Və kimi gözləyirsə gələcək, o da gəlməsin. Və salam. Amma başqa bir tərəfdən nəyə düşünürəm? İstisna etmək olmaz ki, düzdür, bu absurda çox yaxındır. Amma istisna etmək olmaz ki, İsrailin Mossad sistemi ki, bilirik, çox güclü işləyir. Məhz Sepah üzvləri, Pezeşkiyana, Qalibova, Araqçıya qarşı danışan həmin o Sepahın üzvləri ki var. Onlar Sepahda çox dərindən gizlənmiş Mossadın agentləridir və məhz bu agentlər belə radikal mövqe nümayiş etdirərək sona qədər gedir və İranı bilərəkdən məhvə sürükləyirlər ki, İsrailin Mossad xidmətinin dərindən hazırlanmış əməliyyat həyata keçsin və İran məhv olsun. Bu, yenə deyirəm, absurd səslənə bilər. Bəlkə də belədir, ola bilər. Çünki Sepah üzvlərinin bu qədər sərt mövqe tutmasını mən hələ də normal başa düşə bilmirəm ki, istənilən halda ölkədə vəziyyət heç də yaxşı deyil.
Nəzərə alaq, İranda internet yoxdur, nəzərə alaq, İranda ümumiyyətlə heç kim bilmir real vəziyyət nə yerdədir və çox maraqlı, gülməli bir məqam da yaranır. İranın Tahsim agentliyi var, dövlət agentliyidir o, informasiya agentliyidir. Və onlar məlumat yayıblar ki, İranın Sepahın yaratdığı saytda 24 milyon İranlı İran uğrunda ölməyə hazır olduğunu bildirib və orada qeydiyyatdan keçib. Ölkədə internet yoxdur. Bu sayta 24 milyon insan necə daxil olub yazıb ki, mən İran uğrunda ölməyə hazıram. İranda internet yoxdur axı. Bu necə olur? Lokal internetdirsə, lokal internetin özündə işləyəndə VPN-in hesabına sən dünya interneti ilə əlaqə qurub, reallıqda vəziyyətin nə yerdə olduğunu öyrənib və yanındakılarına bu barədə məlumat verə bilərsən. Və burada da vəziyyət bir balaca qaranlıq qalır. Və o nöqteyi nəzərdən niyə görə İranın əhalisinin müəyyən bir hissəsi az deməzdir, hər halda çoxdur. İnanır ki, İran qalibdir, çünki internet yoxdur, heç bir yerdə məlumat gəlmir və İran Sepah televiziyası, Sepah radiosu, Sepah qəzeti, Sepahın digər kütləvi informasiya vasitələri həmin o insanların beyninə yeridiblər ki, İran qalibdir. Amma keçən dəfə bəlli oldu ki, heç kim qalib deyil. Nə Amerika, nə İran, nə İsrail, heç biri qalib deyil. Çünki heç biri özünün istədiyi nəticəni əldə eləyə bilməyib. İkinci bir tərəfdən Hörmüz boğazının blokadada olması, istər Amerika tərəfdən, istərsə də İran tərəfdən blokadada olması yenə də vəziyyətin gərginliyinə gətirib çıxarır. Düzdür, Amerikan prezidenti Donald Trump dedi ki, okey, biz danışıqlara getmiriksə, başa düşürəm, amma Hörmüz boğazının blokadasını aradan qaldırmayacaq və hətta İranın bir gəmisini də nəzarətə götürmüşdü, Amerikanın hərbi dəniz donanmasının bir esminçisi və hətta onu atəş də açmışdı, onun mühərrik hissəsinə vurub dağıtmışdı, ölən yox idi və həmin o gəmiyə desant da çıxartmışdı və bəlli olmuşdu ki, bu gəmi ikili təyinatlı olan yükləri daşıyır. İkili təyinatlı yük nədir? İstər onu mülki, istərsə də hərbi təyinatlar üçün istifadə edə bilərsən. Burada mikrosxemlər gedir və s. və ilaxır. Məşhur bir hadisə var idi. Şimali Koreya vaxtı ikən küllü miqdarda PlayStation 2 oyun konsolları ki yoxdur, onu alırdı. Hamıya çox maraqlı gəlmiş ki, dünyada o PlayStation 2-ni Şimali Koreya niyə alır? Sonra bəlli oldu ki, PlayStation 2-nin o dövrdə, o PlayStation 2-nin bərk gedən dövrlərində PlayStation 2-nin video kartası çıxarılır və hərbi məqsədlər üçün istifadə olunur. Yəni, kifayət qədər güclüydü o dövr üçün, kifayət qədər güclü video kartası var idi. Kompüterdən başa çıxanlar bilirlər mən nəyi nəzərdə tuturam. Və eləcə də ikili təyinatlı məhsulların həmin o gəmidə olması, bu desant əməliyyatı zamanı çəkilən kadrlar idi. Bu gəminin saxlanmasına nəticə etibarilə gətirib çıxara bildi. Düzdür, ikinci bir tərəfdən İran iddia edir ki, bizim gəmilərimiz həmin o blokadanı yarıb keçə bilirlər. İkinci bir tərəfdən Amerika deyir ki, gəmilər keçmir, onların hər birini biz tutub saxlayırıq, atəş açırıq, xəbərdarlıq edirik və geri göndəririk. Eyni ilə də neft daşıyan gəmilərində, tankerlərində gediş-gəlişində çox ciddi problemlər var. Bir qədər olaraq Fars körfəzindən çıxan gəmilər Əmman tərəfdən gedir. Fars körfəzinə daxil olanlar İran tərəfdən Fars körfəzinə daxil olur. Yolları belədir. Və hər bir halda əgər sən daxil olmağa da problem var. Çünki bir qədər olaraq Amerika orada blokada yaradıb. Çıxmağa da problem var. İran bir tərəfdən problem yaradır. Bu nöqteyi nəzərdən həmin o Hörmüz boğazındakı blokadanın varlığı hal-hazırda yenə də vəziyyəti pat şəraitinə gətirib çıxarıb. Şahmat oynayanlar bilirlər pat vəziyyəti nədir və ona görə də istər Amerika, istərsə də İran, İsrail hələlik atıran bir kənarda, çünki İsrailli orada hələ keçinə yoxdur. Ona görə də bilmirlər. Bilirlər, amma bilmirlər. Dəlixan ona görə deyirəm də ki, bura dəlixanadır. Bilirlər nə eləmək lazımdır, amma bilmirlər nə eləmək lazımdır. İkinci bir tərəfdən məlumatlar aktiv şəkildə yayıldı ki, nəhayət ki, Amerikanın taat sistemlərinin raketləri 45-50%, Patriot sistemlərinin raketləri 50%, yüksək dəqiqli raketlərin isə yer hədəflərinə zərbə endirən yüksək dəqiqli raketlərin ehtiyatı 40%-ə qədər azalıb. Düzdür, Tomahawk'ların ehtiyatı var. Orada söhbət 20-25%-dən gedir. Amma hava hücumundan müdafiə sistemlərinin raketlərinin sayı azalıb və bu tip rəqəmləri biz həmişə eşidirik. Rusiya-Ukrayna müharibəsində də hər ayın sonunda deyirlər ki, vəssalam Rusiyada tank qalmayıb, vəssalam Ukraynada raket qalmayıb, amma 22-dən bu tərəfə döyüşürlər. Nəylə? Döyüşürlər. İndi bu da elə. İran da deyir ki, mənim raketlərim cağ-bacaq, hamısı yerində. Amerikada Trump bir də görsən çıxır, maraqlı bir gülməli Truth Social'da nəsə yazır ki, narahat olmayın, o qədər silahımız var ki, istəsək lap Antarktidadakı pingvinləri də vurub dağıda bilərik.
qalırsan belə ki, başa düşürsən ki, nə bu tərəfə, nə o tərəfə inanmaq mümkün deyil. Çünki bir qayda olaraq Trumpın dedikləri ilə elədikləri arasında bir raket partladı. Trumpın dedikləri ilə elədikləri arasında əlaqəni görmək mümkün deyil. Sepahın dediklərini yığanda bəlli olur ki, bu haqq-hesab qutarandan sonra oturub qəşəng bir fars nağılı yazmaq olar, çox gözəl nağıl olar və ona görə də sadəcə qıraqdan dayanıb baxırsan. Amma başa düşürsən ki, hər iki tərəf bu dəqiqə informativ müharibə aparır və burada etiraf eləmək lazımdır ki, İran informasiya müharibəsində udur. Bax, bu etiraf olunmalıdır. Çünki elementar özümüzdən götürək. İkincisi partladı. Elementar özümüzdən götürək. Bizim fars başlar əllərində küllü miqdarda informasiyanın olmasına baxmayaraq İranın verdiyi məlumatlara kör təbii formada inanırlar. Və bu İran informasiya müharibəsinin çox uğurla həyat keçirildiyindən xəbər verir. Hətta bu dəqiqə mən sizə bir video göstərəm. Bax, bir dənə buna baxın. Yolundan çox azma, əlindən qəbrini qazma, edir İran elan, bunu bilsin Azərbaycan, buraxın ki İran kəncə himmətli. Gördünüz? İran bu boyda cıbıldızlardan istifadə edir. Kimə qarşı? Bizə qarşı. Bu konkret bir təhdiddir. Və belə təhdidləri biz dəfələrlə görmüşük, eşitmişik və bu növbəti təhdidlərdən biridir. Mahnı, formada, oxuyur və s. və ilaxır. Niyə də sizin bizimlə nə işiniz var? Biz sizə nə eləmişik? Biz heç nə. Və bu dəqiqə Azərbaycan üçün düşmən İran deyil. Azərbaycan İranı faktiki olaraq düşmən nöqteyi nəzərindən görmür. Azərbaycan üçün Azərbaycanın düşmən görmədiyi, amma Azərbaycan üçün faktiki olaraq düşmən Azərbaycanın içində oturub Azərbaycan pasportunu daşıyan farspaşlardır. Bax, bu artıq dəqiqdir. Çünki onlar dəfələrlə sual verəndə ki, elementar bir sual vermişdi ki, günlərin bir günü İran Azərbaycana zərbə endirsə, siz kimin tərəfində olacaqsınız? Hamısı cavabdan yayındı. Sepah, Azərbaycanda da bir sıra şəxslərin beynini çox uğurla yuya bilib və onlar beyinləri kördür. Gözdən kör olmağa nə var ki, problem deyil. Belə, hələ bundan sonra Hörmüz boğazı ətrafında hərbi əməliyyatların davam edib etməyəcəyi sual altında deyil. Çünki fly radara da baxanda, gəmilərin trafikini göstərən həmin o saytlara da baxanda görmək mümkündür ki, Amerikanın özü durmadan yenə də regiona silah, şəxsi heyət daşımaqda davam edir. İkinci bir tərəfdən kosmik kəşfiyyat məlumat verir ki, İran var gücü ilə ağzı vurub dağıdılmış bunkerləri qazır və orada olan raketləri, orada olan dronları çıxartmaqla məşğuldur ki, onlar da hazırlaşırlar. Aktiv əgər hər iki tərəfdən belə hazırlıq əməliyyatları gedirsə, deməli, yenə də eskalasiyanın çox ən gərgin həddini gözləmək lazımdır. Üçüncü dəfə başlayacaq. Üçüncü dəfə. 3 стакана. Сейчас. Üçüncü dəfə başlayacaq bu müharibədə nə baş verəcək? Qırğın. Bunun başqa adı yox. Ona görə də, yenə də deyirəm, konkret olaraq ümid edirəm ki, bizə heç nə olmayacaq. Hərçənd ki, əslində qalsa belə baxanda 3-cü Dünya müharibəsi bizdən başladı da 44 günlük müharibədə. Bizdən sonra bütün müharibələr başlayıb və yeri gəlmişik. Ümid eləyək ki, hər halda biz sakit yaşayacağıq, biz yenə heç kimin işi olmayacaq. Amma bizə yaxın bir regionda Hörmüz boğazını biz nüvə silahı kimi qəbul eləsək ki, bu belədir, mənə elə gəlir ki, hələ yaxın may, iyun heç də bizim üçün sakit keçməyəcək, region üçün. Bizim üçün sakit keçsin, amma region üçün heç də sakit olmayacaq. Gözləyək, salamat qalın, əsas odur.